İnsan öz daxili aləminin dərinliklərinə inərsə, orada kimi görər? Özünü mü, yoxsa qorxularını və gizli qalan həqiqətlərini? Füzuli Dövlət Dram Teatrı Kəmal Abdullahın ruh əsəri əsasında hazırlanan eyni adlı sürreal oyunu tamaşaçılara təqdim etdi. Rejissor Mirzə Nicatın quruluşunda ərsəyə gələn bu səhnə əsəri insanın öz ruhu ilə üzləşməsindən, xislətindəki qaranlıq və işıqlı tərəfləri mübarizəsindən bəhs edir. Zamanın və məkanın sərhədlərinin itdiyi, sualların cavablardan daha vacib olduğu bu mistik tamaşaya birlikdə nəzər salaq. Səhnədə bir güzgü var, amma bu güzgü simaları deyil, ruhları əks etdirir. Füzuli Dövlət Dram Teatrı tərəfindən xalq yazıçısı Kəmal Abdullahın eyni adlı əsəri əsasında hazırlanan yeni ruh tamaşası klassik teatr qəliblərini qıraraq tamaşaçını daxili bir səyahətə dəvət edir. Füzuli Dövlət Dram Teatrının təqdimatında Akademik Milli Dram Teatrının səhnəsində oynanılan bu sürreal oyunun əsas qayəsi insanın özünü dərk prosesidir. Burada personajlar sadəcə insan deyil, bir fərdin içindəki parçalanan kimliklərdir. Səndən bəzi şeyləri soruşmaq istəyirəm. Ay, cavab verdi. Anar Buludov, Sevinç Məmmədov, Qaçaq Qarayev, Elçin Məmmədov, Əli Hüseynov və Səbuhi Əhmədovun canlandırdığı obrazlar insanın müxtəlif vəziyyətlərdə üzə çıxan gizli xislətini, qorxularını və ümidlərini təcəssüm etdirir. Ruh isə burada həm bir hakim, həm də qəhrəmanın içindəki o sönməyən işıqdır. Quruluşçu rəssam Elnaz Balaşvanın yaratdığı simvolik məkan hadisələrin bəzən keçmişdə, bəzən isə gələcəkdə cərəyan etməsinə imkan yaradır. Sənan Sevindikzadənin musiqi tərtibatı ilə müşahidə olunan 90 dəqiqəlik bu oyun göstərir ki, insanın ən çətin və ən böyük qarşılaşması məhz öz ruhu ilə olan görüşüdür. Biz bu tamaşaya xüsusi hazırlaşırdıq, çünki mən bu tamaşanın hazırlığına start verməzdən əvvəl özüm bir xeyli müddət, bir 2 il, 3 il hazırlaşmışam ən azı. Çünki çox sevdiyim bir əsərdir, məni düşündürən əsərdir və ən əsası məni narahat eləyən bir əsərdir. Və biz bir il müddətinə bu tamaşanın üzərində işlədik və ərsəyə gətirdik. Bu tamaşanın bugün izlədiyiniz ikinci premyerasıdır. Birinci premyerası Füzuli rayonu Horadiz şəhərində baş tutub. Kəmal Abdullahın ruh əsərində mən qorxacaq qadın obrazını yaratmışam. İnanırsınız, o qədər çətindir. Onu yaşayırsınız da, yəni o ruhu. Mən də bu əsərdə həqiqətən çətin bir əsərdir və obrazlarımız da çətindir. Şübhəli məxluq obrazını canlandırırdım. Orada narahat adamdır, şübhəli məxluqdur, kimsəsizdir, qorxacaq qadındır, ağciyərdir, tərki dünyadır. Bəli, hər birinin obrazı çətin idi. Bəli, biz bunları çatdırmaq deyəndə ki, biz bunu zaman-zaman çatdıracağıq. Çünki bu əsər oynanıldıqca, yəni xalqa çatacaq, cəmaata çatacaq ki, bəli, bu əsərdə nə demək istəyirdik. Biz 2025-ci ilin noyabr ayının 24-də bu tamaşa Horadizdə Füzuli Dövlət Dram Teatrının səhnəsində premyerası oldu və mən bir uğurumuzu da diqqətinizə çatdırmaq istəyirəm ki, bu bir ilk idi. Nəinki Füzuli teatrı üçün, region teatrları içərisində ilk dəfə idi ki, belə deyək, bir tamaşanın premyerası dövlət televiziyasından canlı yayımlanırdı. Bu bizim üçün həqiqətən böyük bir uğurdur. Çünki hər bir teatrın tarixində tarixə keçən hadisələr olur. Bu da bizim üçün bir tarixidir. Və həmin premyera zamanı Kəmal Abdullahın xalq yazısı özü iştirak eləyirdi. Akademik Milli Dram Teatrının direktoru İlham müəllim iştirak eləyirdi. Biz tamaşadan sonra tamaşanın necə uğurlu alındığını İlham müəllim özü görüb və bu tamaşa ilə bizi İnşallah Akademik Milli Dram Teatrının səhnəsində oynamağa dəvət elədi və bugün həmin o gün. Füzuli Dövlət Dram Teatrının bu layihəsi milli dramaturgiyamızda fəlsəfi düşüncənin və sürreal estetikaya verilən yeni nəfəsin uğurlu nümunəsi kimi yaddaşlarda qaldı.